Mən Mirzəyev İlham Kərəmoğlu, Ağdam rayonu Muğanı kəndindən. Rəhmətli şəhid Müşfiq Mirzəyevin qardaşıyım. Bizim döyüş yolumuz Allah qənə-qənə rəhmət eləsin. Şirin Mirzəyevin batalyonundan Şıqbaba təpəsinin başından başlamışıq. Əvvəl daxili qoşunlardan başlamışıq. Martuniya kimi, Füzuliyə kimi, ondan sonra Xoramurt, Cinni, Bala Cinni, Böyük Cinni, Bəhmənli, Papravənd. O vaxtı daxili qoşunlarda mən olan vaxtı erməni girov gətirib, o vaxtı Ağdamın Daxili İşlər Şöbəsinin rəisi İslah Paşayevdən pul mükafat almışıq, erməniləri təhvil vermişik ora. O da Allah verdi bağrıqla, Allah rəhmət eləsin. Onlar da həmən bizim yerlərimizi, həmən erməni düşmənlərinə yavları ilə dəyişiblər. Allah onlara da qəni-qəni rəhmət eləsin. Allah qəni-qəni özləri rəhmət eləsin, qardaşım. Sonra batalyondan başlamışıq. Simetnik batalyondan başlayandan sonra çıxmışıq oradan. Foq dağılıb, gedibmişik. Biz Şəmkir tərəfdə olmuşuq. Seyfələdə olmuşuq. Seyfələdən də gəlmişik. Stansiya Mingəçevirdə təpənin başında komandirimiz Əlibəyov Elxan, Siyazənli balası 94-96-cı illərdə də uvvet olmuşam. Özüm 2-ci qrup Qarabağ qazisiyəm. Yaşasın kəndimin qızları, Muğanı kəndinin qızları da, elə gəlinləri də hamısı qeyrətli, namuslu qızlardır. Bunların hamısı elə ki Azərbaycanın qəhrəmanlarıdır. Muğanı kəndinin qəhrəmanları bu qızlardır. Allah hamısına can sağlığı versin, ölənlərimiz Allah rəhmət eləsin, bütün şəhidlərimiz Allah rəhmət eləsin. Allah qəni-qəni rəhmət eləsin. Allah cənab prezidentimizin də canı sağ eləsin. O komandanın altında bizim kimi cavanlar bu Qarabağımızı azad elədik. Hər bir tapşırığını əməllə yüksək səviyyədə onun hər bir komandası, onun hər bir sözü bizim bir dənə kəndimizi, 5 dənə rayonumuzu almaq deməkdir. Biz də fəxr edirik ki, bizim belə ali cənab prezidentimiz var. Allah onu qorusun, Allah onun ailəsini qorusun. Mehriban xanıma soru salam deyirik. Bizlərə kimsə inlə belə baş qaldırarsa, yenə də biz onun arxasındayıq. Yenə də biz onun saldatıyıq. Biz vətənimizin, torpağımızın saldatıyıq. O bizim prezidentimiz yox, komandirimiz yox, böyük qardaşımızdır bizim o. Allah onu qorusun, Allah onun canını sağ eləsin ki, belə bir prezidentimiz var. Ulu öndərinin yadigarıdır. Xətai rayon icra başçısı Rafiq Quliyev də bizlə bir yerdə döyüşdə olubdur. O da onun təşkilatı ilə, onun rəhbəri ilə Xətai rayonuna icra başçısı təyin edibdir. O da bizlə Bala Cinnidə yaralanmışdı qolundan. İndi rayonun icra başçısıdır. Əslən də Qərbi Azərbaycandan da Allah ona da can sağlığı versin, komandasına salamlar deyirik. Allah bütün şəhidlərimizə, bütün rəhmət eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımıza da Allah uzun ömür, heç vaxt özlərini sıxmasınlar. Nə qədər ki, cənab prezident var, biz yaşayacağıq, yaşadacağıq, kəndimizi də ki, düzüb hamısını qoşacağıq. Biz yenə də deyirəm, bir Ağdamın Muğanı kəndinin balası kimi, şəhid qardaşım, Müşfiq Mirzəyevin qardaşı kimi, qazi kimi biz həmişə onun arxasındayıq, həmişə də ondan bir yerdəyik. Qarabağ Azərbaycandır.